Hamid salam. Bu günlər logik şeylər, kommentlər oxuyurdum. Orada bir-iki nəfər yazmışdı ki, Native Trainer necə atırsan, maşını necə yükləyirsən, hansı proqramını yükləyirsən. Çoxsuna başa saldım, başa düşmədi, heç bir başa düşmədi. Mən də girdim YouTube-a video tapım yollayım ki, baxsınlar. Azərbaycan dilində yox idi video. Mən də olsun çəkirəm ki, olsun heç olmasa başa düşsünlər. Həm də çox adam səhv edir, səhv başa. Bir nəfər var idi, o da səhv başa salmışdı. Yəni 12 mənə söydüz oyunu atacaqdı. Birinci bizə Native Trainer yükləməyi göstərəcəm. Əslində onun adı Native Innovative Trainer'dır. Çox adam eləncə deyir. Amma əsl adı Innovative Trainer'dır. Birinci Innovative Trainer yükləyirik. Giririk, site verəcəm buradan. Script Hook-la Native Trainer'ı bir yerdə yükləyirik. Download edəcəksiniz. Hamısı link aşağıda olacaq. Burada download girəcəksiniz üçüncüyə. Bunu yükləyəcək. Sonra mən atmışdım ekranı. Onu götür, sonra onun içindəkilər açırıqlar, yüklədiyimiz faylları açırıq. Gəlirik. Burada deyir ki, oyunun oyundakı bin papkasına. Bin də bilirsiniz nədir? Oyunun launcheri var ha. Qurulu olduğu yerə bin deyilir. Üstünə sağa basırıq. Расположение fayla giririk. Görürsünüz, launcher burada deməli bu olduğu yer bindir. Girim içinə, burada hamısını atırıq bunun içinə. Mən sizdə belə şey gəlməyəcək, mən atmışdım əvvəlcədən, onun üçün gəldi. Innovative Trainer o işləyir. F4'ü basanda işləyəcək. Əgər sola 4 ilə, sağa 6 ilə, yuxarı 8 ilə, aşağı 2 ilə, seçməyə 5 ilə işləyəcək. Orada modda özü-baş işləyəcək işlədəndə. Bir də ki, o komputasiyanı çəkəndə niyə donur kompüter? Bir də onu başı salsın mənə. Baxın, donur elə. İndi ikinci maşını yükləməyə başı salacaq. Maşını yükləmək üçün Open 4 proqramı lazımdır. O ya Open EV. Bu saytda verəcəm. Görəcəksiniz bura. Zakusu сейчас. Yükləyəcək. Setup'ın üstünə basımı quracaqsınız. İndi məndə var, qurmaq istəmirəm. Kent söyləyəcəksiniz, başlayacaq qurmağa. Deməli, ekranda belə papka gələcək. Papka neydi ala? Girəcəksiniz proqrama. İndi 3 dənə sayt verəcəm. Onlardan maşını yükləyərsiniz. Buradan getavices.ru-dan yükləmək olur. Bir Geta Insight-dan azigamer.com bu bizim saytdır. Burada maşının heç biri yaxşı deyil. Ya da ki, elə bu saytın özündən də yükləmək olur. Burada maşınlar da var. Mod maşın. Burada nə? Hamısından yaxşı buradır. Bir daha maşın seçirik. Çox maşın üstündə modlarla olur. Yəni mod necə? Los Santos'a girəndə, yəni maşın yığmağa girəndə yığa biləsiniz deyə. Yəni ki, maşın üstündə var. Yox, bunda olmayacaq. Mən elə maşın seçim ki, başı sala bilim sonra. Məsələn, mən maşını yükləyirəm. Download yükləsin maşını. İnternetin sürətini düşüb ki. Dəqiqə. Getdim, indi niyə düşüb aşağı? Şübhələn çalım, onu da başı salım mənə. Maşını yüklədim. Bu nə gizli? Eləncə eləyirlər ki, papka faylları böyük olsun, gec yüklənsin. Nərəsi qulaq olsun, giz-giz şeylərdə sizə başa düşməyəcəksiniz onsuz da. Buradan başına şəkildə. Əsas bizə 3 fayl lazımdır. Bu maşın adıdır, Z-Type maşın adıdır. 3 dənə olur, kopyalayırıq, atırıq ekrana. Proqramı qurandan sonra, bax, GT5-in üstünə gəlib Windows-u basacaqsınız. Mən də qurmuşam deyə başqa söz olmasın. Belə şey gələcək. Burada Profes'a girəcəksiniz, oyunun qurulu olduğu papkanı seçəcəksiniz. Məndə D-də GT5, bu papki. Burada yaşlı gələcək, nəsə belə çox bir şey yazılacaq. Bu yox, yaşlı rəngdən xət gələcək, düz xət gələcək. O xəttin üstünə basın, yükləyəcək. Dəqiqə. Yaşlı xəttin üstünə basan kimi belə bir şey gələcək. Nəsə yükləyəcək, açılacaq bu. Buradan gəlirik. Burada nə edirik əvvəlcə? Burada çox adam bunu göstərmir. Açılandan sonra burada belə bir şey var. SE Manager.
Buraya giririk, gözləyirik. Burada 2 dənə şey məndə yaşılılıb yükləmişəm çünki. Burada 2 dənə şey, bu ikisi qırmızı olacaq ya da üçsü də ola bilər. Hansısı qırmızıdır, yanında belə söz yazılacaq. Basırıq üstünü yükləsin. Yoxsa bunları eləməzsiniz, bunları yadınızdan çıxartmayın. Oyun açılmayacaq, donacaq. Həm də ki onlayn oynayanda oynaya bilərsiniz, oyundan atmasın. Bu onun üçündür, bu da ki oyunda oynamaq, offline oynamaq üçündür. Bir də ki sonra girirsiniz oyunun içine, sonra oyunun papkasına girirsiniz. O neydi ola? Mən deyirlərimi kopyalayırsınız. Bax bir X64 i'ni kopyalayırsınız, bir də eyni. Bununla bunu kopyalayın, atın bir yerə. Mən bura atmışam, kopyalamışam hamısını. Çünki elə modlar var ki, oyunu körüyür, onun üçün körüyəndə onları silirik, kopyaladıqlarımızı atırıq ora. Birinci oyunu atmaq üçün gəlirik E-yə, oyunun papkasında X-yə. Birinci edit modu açırıq, yadımızdan çıxması yoxsa atılmayacaq mı? Gəlirik E-yə, Levels, GTA 5, axırıncıya, yox. Oyunu atırıq bura, Z-Type. Belə maşın var ki, götürüb işte. Ha, var ki. Baxın, indi Z-Type. Bunu şeydir o. Z-Type əslində belə maşındır. Onun yerinə 21 atacağım mən. İndi baxaq. Gördünüz, dəyişdi maşın. Bugları verelim. Bəlkə də maşın atmaqda, bəlkə də. İndi başqa modlarda atmaq istəyirsiniz, o script bu atandan sonra oyuna girən kimi oyunda əgər başqa mod atmaq istəyirsiniz, mən məsələn garaj mod açmışam. Offline bilirsiniz, garaj yoxdur. Var bir dənə də öz üzərində. Hər Franklin Michael'ın şeyin Trevor'un hərənin öz bir dənə qarajı olur, amma burada bütün şəhərdə qarajları almaq olur bu mod atandan sonra. Belə script bir dənə papka üçün adını belə içinə qoyun. İçinə də istədiyiniz mod ata bilərsiniz. Bəlkə də sonra başqa nə deyəcəkdim? Elə bunlar əlimdən gəldikcə tez başa düşdüm. Yəqin ki, ucu başa düşdü. Çünki çox heç kim başa düşmürdü. Yazdırdım Facebookda, heç kim başa düşmürdü. Əgər başqa sualınız varsa yazın videonun altına, hamısını deyərəm.